Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizlərə Mərdəkanda Bravo Marketin arxasında, Bravo Marketdən gedəndə Oba Market var. Oba Marketin yanı, damla pərdə dükanının arxasında çox qəşəng, bunun səliqəsinə baxıram, çox gözəl, səliqəli bir bağ çıxıb satışa. 4 sotun içərisində inşa olunub bu bağ. Qiymət bugünkü gündə 340 min manatdır. Yola, məktəbə, marketlərə, Bravoya çox yaxın bir ərazidə. Yerləşmə yeri superdir. Evin özü, evin həyəti çox səliqəli inşa olunub və səliqəli də təmir olunub. Torpağın da, evin də kubcası çıxarışı var. Yenə buradan görün. Həyətdə sol tərəfdə aşma hovuz inşa olunub. Nar ağacı qəşəng kəsilib, budanıb. Çox gözəl də səliqəli saxlanılıb. Onu ona görə kəsiblər ki, hovuzun yanında olduğu üçün ora zirzibil tökülməsin, amma tam kötüydən kəsməyiblər, səliqəli saxlayıblar. Həyətin suyu, qazı, işığı hamısı daimidir. Hovuzun qarşısında söhbətgahı inşa olunub. Söhbətgahın daxilində su hövzəsi, manqal, manqalın yanında su hövzəsi, manqal, altı hamısı dolabdır. Motor işlədi, hovuz da aşması işləməyə başladı. Söndürmüşdüm onu, indi yandırdım. Çox qəşəng, yenə deyirəm, həyət, ev çox səliqəlidir. Yerləşmə yeri də superdir, super. Durduğum yer bura, söhbətgah, isti döşəmə ilə təmir olunub. Gələcəkdə kim istəsə buranı cam balkonla bağlaya bilər. Evin yan tərəfinə və arxasına keçmək olur. Mən sizlərə indi evin içərisindən evin arxasını göstərəcəm. Bura mətbəx otağıdır. Bura isə qonaq otağıdır. Keçək içəri, içərində sizlərə təqdim edeyim. Buyurun. Xoş gəlmişik. Hamımız evin daxilinə. 160 kvadrat. 4 otaq. Qəşəng, səliqəli, həyətdə dediyim kimi çox gözəl bir evdir. Keyfiyyəti də maşallah çox gözəldir. Qiyməti 340 mindir demişdim, yenə də təkrar edirəm. Dəhlizdir. Dəhlizdən keçən kimi sol tərəfdə qonaq otağıdır. Üzr istəyirəm, mətbəx otağı. Mən həmişə mətbəxlə qonaq otağı. Yaxşı ki, varsınayım. Arada bir düzəl. Mebel yığılıb, söhbətgaha birbaşa çıxış, giriş qapısı var. Dediyim kimi ora söhbətgah isti döşəmədir, gələcəkdə oranı görüntülü və yaxud da qara şüşələrlə cam balkonla bağlamaq olar. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Harda metlaq görülür, bəli, düz deyirsən Elvin. Amma otaqlarda ataplen sistemidir. Keçən kimi birinci yataq otağı, mətbəx otağının qarşısındakı olan yataq otağı, pərdələr olacaq inşallah. O yataq otağının arxasında ikinci yataq otağı, geniş, böyük bir yataq otağıdır. Valideyn yataq otağı kimi nəzərdə tutulub. İçərisində, daxilində sanitar qovşağı var. Arxada yer tam olaraq hasara birləşdirilməyib. Pəncərənin qarşısında bir şam ağacı əkilib. Amma ora qəşəng torpaqdır, ora qəşəng gül çiçək də əkmək olar. Çox gözəl də görünər. Tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Əziz və dəyərli YouTube izləyicilərimiz, bizləri Instagram və TikTok səhifələrimizdən də izləyə bilərsiniz. Bu da 3-cü yataq otağı. Bağ evləri, Elmiranlar, Instagram səhifəmiz, villalar, bağlar, TikTok səhifəmiz var. Sol tərəfdə son olaraq sizlərə qonaq otağı təqdim edeyim. Qəşəng, işıqlı evdir. Ev elə tikilir ki, demək olar ki, hər zaman. İndi axşam çağıdır. Axşam çağlar mətbəxlə, qonaq otağına işıq düşür, günəş işığı. Səhər-səhərdə işıq düşəndə yataq otaqlarına birbaşa günəş işığı düşür. Həkimlər necə deyib? Günəş düşməyən otağa həkim girər. Amma burada demək olar ki, Allah eləməsin heç kimə həkimlər lazım olmasın. Allah amma yenə deyirəm, həkimlərin də canı sağ eləsin. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.